Deməli, oteldən çıxan kimi bizim oteldir. Çıxan kimi yanırıq otelin qabağında. Gözləyirik. Hər 3 dəqiqədən bir buradan maşın keçir. Və maşın gəlir. Bizi götürür. Bizi götürür təbii ki. Ey Allah. Sabahınız xeyir. Gedirik istədiyimiz yerə. Ərazi çox böyükdür. Böyük olduğuna görə də burada hər 2 dəqiqədən bir, 3 dəqiqədən bir maşınlar daim işləyir. Akşam yemeği ve akşam yemeğini başlayıram çəkməyə. Çörəklərdən başlayaq. Bu gördüyünüz çörək cürbəcür çörəklərin növləridir. Gördünüz? Burada gördüyün sulu yeməklər. Burada ət çeşidləridir. Kabab eləyəcəklər. Hansını ürəyin istəyir deyirsən, sən üçün kabab pişirirlər. Orada bax görürsünüz, povurda çalışır. Gördüyünüz yeməklər. Gördüyünüz göyərtilər, göy məhsullar. Salatlar. Balıq çeşidləri. Hər cür. Bəli, və burada artıq dondurma, cürbəcür, burada qarpız, hər cür meyvə var burada. Şəftəlisindən, alçasından, almasından, üzümündən. Bax, görürsünüz, yoxdur deyilən bir şey yoxdur. Sonra deyirsiniz ki, bəziləri deyir, ha, ora yerdir, ora gedirsiniz. Hələ yer buradır, öyrənin. Baxın, bax, hər cür şirniyyatlar var. Bu şokolad növləridir. Bunlar şokoladdır. Hər şey var. Yi, iç, qəbərənə kimi. Allah dolu eləsin. Bərəkətli eləsin. Hanımlar burada artıq seçim edirlər. Növləridir. Bunlar şokoladdır. Hər şey var. Yi, iç, qəbərənə kimi. Allah dolu eləsin. Bərəkətli eləsin. Hanımlar burada artıq seçim edirlər. Aha. Bu nədirsə, bunun da dadını mən bilmirəm. Gələk dadına baxın bax buna. Burada da balıq çeşidləri, sushi. Yəni qutarmır. Yəni ki, sözüm ondadır ki, yəni nə qədər istəyirsən, nə istəyirsən var. Hə, burada bəziləri qalbanı çəkməmişəm. Burada da pizza, nə bilim, Fransa mətbəxi, İtaliya mətbəxi. Görürsünüz dəniz məhsulları. Dəniz məhsulları. Yoxdur deyilən bir şey yoxdur uşaqlar. Hər şey var. İsti-isti. Adi suda qaynadılmış, heç nəsiz olan toyuqdur, ətdir. Yəni hər şey var. Ona görə də seçiminizi düzgün eləyin. Gedəndə də lazım olan yerə gedin. İldə bir dəfə gedin istirahət edin, amma ləzzətli edin. Açıq.
George Sotomayor, number 3, everyone.